Salam, əziz, dəyərli, çox hörmətli dostlar, çox hörmətli izləyicilər. Xoş gördük hər birinizi təkrardan. Yenidən görüşümüz var. Yenidən sizinlə bir yerdə olmağa çox şadam, minnətdaram, sevinirəm. Artıq 10-cu dərsimizə qədər gəlib çatdıq. Sevinirəm əslində, bugün 10-cu dərsimizdir. 9 dərs geriyə qoyduq və kiçik də olsa bir macera mı deyim, bir gözəl bir yol yeriyirik bərabər. 10-cu dərsimiz Erosun, biraz bu da çətin mövzu olacaq, amma maksimum Erosda qısa şəkildə indi deyəcəm daha sonradan. Erosun transcendensiyası. Mən də deməkdə çətinlik çəkirəm. Özüm oxuyuram kitablardan, amma deməkdə mən də çətinlik çəkirəm. Demək, Erosun transcendensiyası. Erosun transcendensiyası. Biraz çox uzun cümlədir. Deməli, keçək dərsimizə. Nə deməkdir? İlahi məhəbbətin kosmik arxetipi və Platios'un emanasiya nəzəriyyəsi Mövlana və İbn Sina'nın İbn Ərəbinin eşq antologiyası haqqındadır. Bəri başdan deyim, bugünkü dərsimiz biraz qısa ola bilər. Gələn dərsimizdən mən yeni bir, daha dəyişik bir mövzuya girəcəm. Çünki bu mövzumuz daha çox, belə deyək ki, keçən dərsimizə oxşuyur. Yəni, insanın ilahi sevgi, insanın ilahi yolda qədəmlərini qoyması, öz mənəvi məsuliyyətini dərk etməsi filan. O tərzdə, hətta o tərzdə deməyim, birbaşa onun bir davam dərsi olduğu üçün çox da uzatmayacağım. Deməli, bəri başlayıb, Erosda bir Yunan mifologiya tanrısıdır, sevgi, məhəbbət, belə o tanrıya deyirlər. Deməli, Platios və Erosun kosmik funksiyası. Platios üçün Eros yalnız insan sevgisi deyil, həm də varlığın yuxarıya, ilahaya doğru çəkilən enerjisidir bu. Yəni, yalnız insan sevgisi deyil, yaradılışa, Allaha olan sevgidir bu. Yəni, yalnız dünya sevgisi o yalançı ləzzətdir. Əslində, bu nəzərdə tutmağa çalışırıq. Və bundan əlavə olaraq, emanasiya nəzəriyyəsinə görə, bu da çox mürəkkəb və indi açmağa çalışacağım. Emanasiya nəzəriyyəsinə görə, bütün varlıq mərkəzdən, yəni bir mərkəzdən ilahi birlikdən yayılır və Eros insanı və kainatı bu ilahi mənbəyə doğru yönəldir. Yəni, bunu mən belə bizim dillə İslam fəlsəfəsinə uyğunlaşdırmağa çalışarsam, yəni, bütün yaranmışlar, bütün varlıq bir mərkəzdən yaradılır. Yəni, bir mərkəz, bir şey, bir yaradıcı tərəfindən yaradılır. O da bizim Rəhman və Rəhim olan ucalar ucası Rəbbimiz Allahdır, bizim yaradıcımız. Və təbii ki də belə deyim, belə bir sözlə deyim ki, bizi yaradan da məhz bizim uca Rəbbimizdir. Və bu da indi daha çox Yunan fəlsəfəsinə uyğunlaşdığı üçün bilirsiniz, Yunan mifologiyasında da Zeus, nə bilim belə çox, Eros kimi çox tanrılar var. Çox din, çox tanrılı bir quruluş, bir dindir Yunan və s. Və bu da bunun kimi, yəni bir mərkəzdən gəldiyi dedik və Eros burada yaradıcı və harmonik qüvvədir. Varlığın təbiəti onu ilahi qaynaqla birləşməyə çağırır və varlığın və məqsəd isə Erosu yalnız emosional və estetik fenomen kimi deyil, kosmik və metafizik əlaqənin vasitəsi kimi təqdim etməkdir. Yəni, nəticəmiz də budur ki, Eros həm insanı, həm də kainatı ilahiyə doğru inkişafını təmin edən transcendent bir qüvvədir. Yəni, transcendent bir qüvvədir. Yəni, bu qısa şəkildə bunun xülasəsini verməyim lazım gələr isə, insan bu eşq, yəni bu eşq
Yəni bu hisslər insanı məhz ilahiyə doğru inkişafını və ilahi yolda addım atmasını təmin edən bir, bayaq da dedim, transcendent bir qüvvədir bu. Yəni insan özünü dərk etməsi da, yəni bunu əslində çox sadə şəkildə deyim ki, insanın özünü dərk etməsi və ilahi yolda qədəmlərini qoyması və öz mənəvi məsuliyyətini dərk edib adımlamasıdır qısa şəkildə. Bəli, budur. İkinci, gəldik İslam fəlsəfəsinə, İslam mütəfəkkirlərinə, filosoflarına. Mövlanə və ilahi eşq, ruhun yüksəlişi. Bilirsiniz ki, Mövlana, Yunus Əmrə və s. kimi bizim bu İslam filosoflarımız, böyük alimlərimiz hər zaman iddia edir ki, insanı həqiqətə aparan və ucalar ucası Rəbbimizə qovuşduran da məhz eşqdir. Eşqdir. Yəni, çünki o bizi böyük bir sevgi ilə yaratdı. Allahımız bizi çox sevir. Biz də eyni şəkildə ona məhəbbət bəsləməliyik. Baxın bu. Və Mövlanaya görə eşq insanı zahirdən batinə aparan bir vasitədir. Yəni, ruhun ilahi məhəbbətlə birləşməsi eşq vasitəsilə baş verir. Yəni, o qovuşma eşqlə olur demək istəyir. Yəni, bu dərsimiz keçən dərsin davamı kimidir, həmən şeylərdir. Yəni, ruhun ilahi məhəbbətlə birləşməsi eşq vasitəsilə baş verir. Yəni, eşqi biz sadəcə his bir emosiya kimi deyil, ondan da o tərəfə olan bir şey kimi başa düşməliyik əslində. Yəni, eşq sadəcə hiss deyil, ruhun ilahi mənanı dərk etməsi üçün transrasional idrak deməkdir. Yəni, insanın ilahi mənanı dərk etməsi də məhz eşqdən gedir. Yaradılışın hədəfini, yaradılışın sirrini də məhz insanın Rəbbinə olan eşqi ilə olur. Yəni, o, məsəl üçün, deyirlər, bəsirət gözü açılır da, yəni, o görünməyənlər, gözün pərdəsi qapanır, açılır və görünməyənlər artıq eşq vasitəsilə görünməyə başlayır. Görürsünüz? Hisslər, indi bu qədər şeylərdən sonra hisslərin elə belə şey olduğunu kim iddia eləyə bilər? Mümkün deyil, mümkün deyil. Və biz bunu dedik ki, məqsəd eşqi ilahi ilə birləşmənin və ruhun ucalmasına arxetipi kimi göstərməkdir və bunu da dedik ki, insanı həqiqi hədəfə aparan və həqiqi hədəfə aparan yorum bəlkə də 60-70% də məhz eşqdən keçir. Eşqdən keçir. Yəni, insanın özünə, öz məsuliyyətini, öz mənəvi məsuliyyətini dərk etməsi də məhz ilahi Rəbbinə qarşı olan eşqindən olur. İnsanın, yəni belə deyim ki, belə deyək ki, insanın yaradılışın hədəflərini, yaradılışın sirlərini, özünü dərk etməsi falan, bunların hamısı məhz eşq hissi ilə yaranır, eşq hissi ilə olur. Nəticəmiz də Mövlana üçün eşq ruhun ən yüksək idrak formasıdır. Yəni, ilahi həqiqəti dərk etmək üçün əsas vasitədir. Yəni, bu olmasa sən tam çata bilmərsən. İlahi mənanı idrak edə bilmərsən, dərk edə bilmərsən. Bu var, budur. Üçüncü, bu da onunla eynidir. İbn Ərabi, yəni eşq antologiyası buna keçirik. İbn Ərəbi eşqi varlığın antoloji prinsipi olaraq görür. Yəni, hər bir məhəbbət ilahi varlığa bağlıdır. Yəni, mən bu əvvəlki dərslərimdə də dedim ki, bütün yaxşı cəhətlər, yaxşı hisslər bir ilahi bir təzahürdür, isbatdır, o yaxşı hisslər.
Yəni bu da nə deməkdir? Hər bir məhəbbət ilahi varlığa bağlıdır və necə demişdim ki, məhəbbətin də ən pik dərəcəsi eşqdir və bu yalnızca Rəbbə qarşı yarana bilir. Ondan başqa heç bir şeyə qarşı sözün düzünü bilmək istəyirsinizsə, yarana bilmir. Onlar məhəbbətdir, eşq deyil. Çünki məhəbbətin ən pik dərəcəsi dedik, eşqdir. Eşq də yalnızca Allaha qarşı insanda yarana bilər. Ona görə İbn Ərəbi də bunu məhəbbət və eşqi də ilahi varlıqla çox sıx və hətta birbaşa bağlı olduğunun isbatını verməyə çalışır əslində bu burada. Və bundan əlavə o da bildirir ki, eşq insanı və kainatı ilahi birləşməyə yönəldən kosmik bir argumentdir. Yəni bugünkü dərsimizlə keçən dəfəki dərsimiz daha çox qorxu və ümid idi. İlahi hədəfə doğru aparan. Bu dəfə də eşq. Eşq və məhəbbətdən nə qədər danışsaq o qədər azdır. Buradakı eşq və məhəbbət ya qız oğlanı sevir zaten. Bunlar deyil, eşq və məhəbbət. Bunlar deyil. Hətta mən keçən dərslərimizdə də bu haqda keçən mühazirələrimizdə də bu haqda geniş danışmışam ki, necə ki bu dünyadakı olan sevgilərin yalançı olduğunun bir isbatı da budur ki, məsəl üçün bir bəy nişanlı olduğu dönəmdə öz belə deyək ki, gələcək həyat yoldaşına necə həvəsli, yəni bu ev cütlüklər arasında olur, amma ona qovuşanda baxır ki, ona qovuşduqda artıq onun üçün adiləşir və get-gedə o ən başdakı o eşq, onun öz aləmində eşq olaraq adlandırdığı o məhəbbət get-gedə soymaya və bitməyə doğru gedir. Amma ilahi yöndə isə bu belə deyil. Sevdikcə daha artır. Yəni bu həqiqi eşq də odur ki, ilahi yöndə Allaha qarşı olan sevgidə isə bu əksinədir. Qovuşduqca nəinki azalır, get-gedə artır. Və burada da həqiqi eşq yaranır. Bəli. Deməli, və eşq də həqiqətən də varlığın mahiyyətini də dərk etmək üçün insanda bir vasitəçi olur. Və ona görə də eşq təkcə emosional və ya estetik deyil, antoloji və metafizik bir fenomen olaraq varlıqla birbaşa əlaqəli olur əslində. Və buradakı məqsədimiz də eşqi varlığın ilahi mənbə ilə əlaqəsinin ontoloji təzahürü kimi təqdim etməkdir. Yəni bir hissdən, o deyirlər, bir hissdən daha fazlasıdır bu. Türk dilində desək. İbn Ərəbi də bunu nəzərdə tutur. Nəticəmiz də İbn Ərəbi üçün eşq və yəni məhəbbət və eşq varlığın özü ilə ilahi arasında daimi bir əlaqədir. O həm epistemik, həm də ontoloji bir funksiyaya malikdir. Yəni bunun vasitəsilə həm varlığın da, kainatın da yaradılışını dərk edirsəm, kamillik dərəcəsinə də çatırsan, ilahi mənanı da dərk edirsən, öz mahiyyətini də tanıyırsan, özünü də tanıyırsan, yəni hamısı buradan gəlib keçir. Sonlara doğru yaxınlaşıram. Deməli, Erosun transcendentliyi və kosmik arxetip. Bu da nədir? Platinosun emanasiya nəzəriyyəsi. İndi artıq burada son olaraq bir-birindən paralel müqayisə edəcəyik. Deməli, Platonun emanasiya nəzəriyyəsi, Mövlanənin eşqi və İbn Ərəbinin eşq ontologiyası birlikdə Erosu həm insan, həm də kosmik varlıq üçün məhəbbətin transcendent arxetipi kimi təqdim edir. Yəni, hər üçü də əslində eşqin çox üstün və o söz, yenə deyirəm, adam gibi bir hissdən daha fazlası olduğunu deyir. İndi aşıq olmağın yolları da var. Bunu gələcək dərslərdə deyəcəm. Səhv anlaşılması, yəni ilahi, həqiqi məna yönündən mən bunu deyirəm. Üzr istəyirəm. Yəni buradakı məqsəd Erosu estetik, emosional və mənəvi fenomenlərin sintezi olaraq göstərmək, ilahi ilə bütün varlığın harmonik əlaqəsini ortaya çıxarmaqdır. Nəticəyə də son olaraq da nəticəmizə gəlirəm.
Baxın, Erosun transcendensiyası insanı və kainatın ilahi ilə birləşməsini təmin edən kosmik və ruhani bir arxetipdir. O, həm epistemik, həm də ontoloji inkişaf üçün əsas katalizator rolunu oynayır. Sona gəldim, çatdım, bitirirəm, dəyərli insanlar. Deməli, bizim bugünkü verilişimizin, bugünkü dərsimizin, mühazirəmizin əsas mövzusu eşq haqqında idi və eşqin bir hissdən daha fazlası olduğunu və məhz mənanı, ilahi mənanı, yaradılışın sirri, kainatı, özünü dərki, deməli, mahiyyəti başa düşmək və həqiqi hədəfə getmək yolunda bizə çox yardımcı olacağını və duyğuların da insan həyatında %100 çox böyük bir rolu və təsiri olduğu haqqında söhbət oldu. Ona görə burada da bitirirəm. Çox da sizi yormaq istəmirəm, dəyərli insanlar. Ümid edirəm ki, sizlərə bir şey verə bildim. Qaranlıq qalan yerlər olsa da təkrar izləməyinizi və yorum şərhlərə yazmağınızı xahiş edirəm. Maksimum dərəcədə mən də oxumağa çalışıram şərhləri. Bugünlük də bu qədər. İnşallah 11-ci dərsimizdən daha ətraflı şəkildə danışmağa başlayacağıq inşallah. Başa düşürsünüz? İnşallah ona görə sizləri izlədiyiniz üçün təşəkkür edirəm və bu dərslərdən də əsas istədiyim odur ki, təfəkkür etməyiniz, düşünməyiniz və özünüzə yaxşı cəhətdən hədəf qoymağınız, nəticə çıxarmağınızdır, dəyərli insanlar. Ona görə Allah da nəyə görə həmişə buyurur ki, yəni bu həmişə var ki, təfəkkürün özü də bir ibadətdir, çox böyük bir səvabdır. Yəni, insan təfəkkür edərək, düşünərək tamamilə həyatını yaxşı cəhətdən dəyişdirə bilər. Baxın, bu mümkündür. Təşəkkürlər edirəm, dəyərli insanlar. Bizi izlədiyiniz üçün minnətdarlığımı bildirirəm. Gələn dərslərdə görüşənə qədər sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər.